Şəffaf olun əzizlərim, şəffaf. Çünki bulanıq suda təmiz, sağlam balıq da tuta bilməzsiniz. Yəni, hər bir insan, əgər müxalifətdədirsə, onun qaranlıq sokaklarda görüşləri, qaranlıq insanlardan pul alması varsa, o insan yolu da çox qısa olacaqdır və düşünür ki, mən ədalətsizliklə, mən qaranlıq, kirli pullarla hakimiyyəti dəyişəcəyəm, yaxud ki, xalqa xoşbəxtlik gətirəcəm. Görürsünüz ki, olmur. Tural Sadıqlı və Məhəmməd Mirzəlinin bu günlərdə kanallarını dayandırması da göstərir ki, onlar da haradasa qaranlıq kanallardan pul gəlirmiş. Bunu da xarici ölkələrdə çox diqqətlə yoxlayırlar. Hələ ki, Tural Sadıqlının olduğu Almaniyada. Mən Almaniyaya gedəndə, inanın ki, mən necə işləmirəmsə, necə yaşayıram, nə ilə yaşayıram deyə məndən izahat tələb etdi Alman səfirliyi. Mən də qızların köməyi ilə oturub İngiliscə izahat yazdım ki, mən 30 ildir ölkədə işlədim, artıq işləyə bilmirəm, amma pensiya da vermirlər. Mənim ölkədə heç bir gəlirim yoxdur, mənə qızlarım kömək edir və bank çıxarışlarını apardım. Yəni, orada elədilər. Əgər Tural Sadıqlı və Məhəmməd Mirzəli dayandırırsa, digərləri dayandırmırsa, deməli onları daha böyük samballı qüvvələr qoruyur və onlara gedən pullar daha qanuni nəsə dona qeydirilir. Amma Tural Sadıqlı Məhəmməd Mirzəli yəqin onlardan alıbdır və izah etməlidirlər ki, yəni bu pullar onlara hardan gəlir? Yəni mən sadəcə bir aylığa mənə viza verirlər, mənə o qədər suallar, o qədər sənədlər istədilər ki, hətta evimin belə sənədini çıxarıb çıxarışını qoymuşam ki, yəni mən orada qalmaq üçün gəlmirəm, mən işləməsəm də mən hansı gəlirlə dolanıram, evim var, evin sahibi mənəm. Yoxsa vaxtilə bir 3 qadın var idi bizim qohum, mənə sənədsiz ev almağı məcbur eləyirdilər. Niyə? Çünki o sənədsiz satan qadın onlara yəqin ki, pul verəcəkdir ki, sən məni yola gətirin, mənim sənədsiz evimi alsın. Ona görə də hər şeyi sənəd qanunla eləmək lazımdır ki, bir günü, bax bu günə düşməyəsən.